Salam hörmətli izləyicilər, siz AZİ xəbərin həftəlik buraxılışına baxırsınız. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bu həftə bir sıra mühüm yeniliklər, beynəlxalq tədbirlər və akademik nailiyyətlər olub. Gəlin universitet həyatında baş verən əsas hadisələrlə sizi yaxından tanış edək. Ümumdünya Şəhər Salma Forumunun 13-cü sessiyası çərçivəsində təşkil olunan beynəlxalq sərgidə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti innovasiya, texnologiya və dayanıqlı inkişaf istiqamətində həyata keçirdiyi təşəbbüslərlə təmsil olunub. Dünyanın 180 ölkəsindən dövlət rəsmilərini, beynəlxalq təşkilat nümayəndələrini, ekspertləri, investorları, akademik dairələri və minlərlə iştirakçını bir araya gətirən forum çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti də öz stendi ilə iştirak edərək universitetin innovasiya potensialını, tələbə təşəbbüslərini və texnoloji həllərini beynəlxalq auditoriyaya təqdim edib. Universitetin stendində ziyarətçilərə məlumat verilməsi məqsədi ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşları və startapçı tələbə iştirak edib. Stenddə universitetin təhsil imkanları, beynəlxalq əməkdaşlıqları, innovasiya ekosistemi, tələbə layihələri və startap təşəbbüsləri barədə ətraflı məlumat təqdim olunub. Forum çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tələbələrinin hazırladıqları innovativ startap layihələri də sərgilənib. Təqdim olunan layihələr dayanıqlı texnologiyalar, təhlükəsizlik və ağıllı həllər istiqamətində gənclərin innovativ yanaşmalarını nümayiş etdirib. Forum çərçivəsində universitetin bir sıra əməkdaşları və təhsil alan əcnəbi tələbələr də sərgi ilə tanış olublar. Eyni zamanda universitetin müxtəlif fakültələrində təhsil alan tələbələr beynəlxalq tədbirdə könüllü qismində iştirak edərək təşkilati proseslərə dəstək göstəriblər. İştirakla yanaşı, Ümumdünya Şəhər Salma Forumu çərçivəsində keçirilən Su, ağıllı şəhərlər, potensialın inkişaf vasitəsilə şəhər dayanıqlılığının gücləndirilməsi mövzusunda ekspert panelində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Dosent Rüfət Əzizov universiteti təmsil edib. Panel çərçivəsində şəhər dayanıqlığı, su idarəçiliyi, iqlim dəyişikliklərinə adaptasiya, ağıllı şəhər yanaşmaları və bu sahədə insan kapitalının inkişafı ilə bağlı mühüm məsələlər müzakirə olunub. Rektor Rüfət Əzizov çıxışı zamanı universitetin son illərdə dayanıqlı inkişaf hədəfləri istiqamətində həyata keçirdiyi beynəlxalq proqram və təşəbbüslər barədə məlumat verib. Ümumdünya Şəhər Salma Forumu çərçivəsində təşkil olunan beynəlxalq sərgidə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin stendi növbəti günlərdə də iştirakçıların böyük marağı ilə qarşılanıb. Dünyanın müxtəlif ölkələrindən forum iştirakçıları, beynəlxalq təşkilat nümayəndələri, ekspertlər və qonaqlar Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin stendini ziyarət edərək universitetin innovasiya ekosistemi, beynəlxalq əməkdaşlıqları, tələbə təşəbbüsləri və texnoloji layihələri ilə yaxından tanış olublar. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 17-ci məzun karyera sərgisi keçirilib. Şəhər salma və memarlıq ili çərçivəsində təşkil olunan sərgidə 70-dən çox yerli və beynəlxalq şirkət iştirak edib. Universitetin məzunlarla İş və Karyera Mərkəzinin təşkilatçılığı və Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən Career Plus klubunun dəstəyi ilə keçirilən sərginin açılış mərasimində çıxış edən universitetin rektoru Dosent Rüfət Əzizov iştirakçıları salamlayaraq 17-ci məzun karyera sərgisinin universitetlə sənaye müəssisələri arasında əməkdaşlığın inkişafı baxımından mühüm platform olduğunu bildirib. Rektor bu cür sərgilərin tələbə və məzunların əmək bazarının tələbləri ilə yaxından tanış olmasına, nəzəri biliklərini praktiki bacarıqlarla möhkəmləndirməsinə, işə götürənlərlə birbaşa əlaqə qurmasına və gələcək peşə fəaliyyətinə daha hazırlıqlı şəkildə başlamaları üçün fürsət kimi dəyərləndirib. Tədbir çərçivəsində iştirakçılar sərgi stendləri ilə tanış olub, şirkət nümayəndələri ilə görüşlər keçiriblər. Tələbə və məzunlar şirkət nümayəndələri ilə birbaşa ünsiyyət quraraq karyera imkanları, işə qəbul prosesi və peşə inkişafı istiqamətində məlumat əldə ediblər. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Energetika və İnformasiya Texnologiyaları və İdarəetmə fakültələrinin 2 magistr tələbəsi
2025-2026-cı tədris ilinin yaz semestrində Özbəkistan Respublikasının İslam Kərimov adına Daşkənd Dövlət Texniki Universitetində mübadilə proqramı çərçivəsində qısa müddətli təcrübə keçiblər. Qeyd olunan proqram tələbələrə beynəlxalq akademik mühitdə təhsil almaq, elmi tədqiqat fəaliyyətlərində iştirak etmək, ixtisasları üzrə nəzəri və praktiki biliklərini inkişaf etdirmək, həmçinin fərqli təhsil sistemləri ilə tanış olmaq imkanı yaradır. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 16 tələbəsi Turan Drilling and Engineering şirkətinin 2026-2027-ci illər üçün elan etdiyi təcrübə və təqaüd proqramında uğur qazanıb. Seçim mərhələsinin nəticələrinə əsasən tələbələr part-time təcrübə, yay təcrübəsi və təqaüd imkanları əldə ediblər. Proqram çərçivəsində tələbələr şirkətin müxtəlif istehsalat və mühəndislik istiqamətlərində praktiki təcrübə qazanacaq, real iş proseslərində iştirak edəcək və sənaye üzrə peşəkar mütəxəssislərlə işləmə imkanı əldə edəcəklər. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Elm və İnnovasiya məsələləri üzrə prorektoru Elviz İsmailov Elm və Təhsil Nazirliyinin əməkdaşları üçün dövlət qurumlarında təlim zamanı böyük dil modellərinin tətbiqi, fürsətlər, risklər və praktiki istifadə mövzusunda informativ təlim keçib. Təlim zamanı böyük dil modellərinin dövlət idarəçiliyində tətbiq imkanları, süni intellekt əsaslı həllərin idarəetmə proseslərinə təsiri, məlumat təhlükəsizliyi, etik risklər və praktiki istifadə nümunələri iştirakçılara təqdim olunub. İnteraktiv formatda təşkil olunan təlim çərçivəsində iştirakçıların sualları cavablandırılıb, real nümunələr əsasında müzakirələr aparılıb və müxtəlif rəqəmsal alətlərin praktiki tətbiqi nümayiş etdirilib. Bununla da bu həftəlik AZİ xəbər buraxılışı başa çatdı. Daha çox xəbər və yeniliklərdən məlumatlı olmaq üçün bizi izləməyə davam edin. Sağ olun, salamat qalın.